Gəlin özümüzü tanıma yolunda bir addım daha irəliyə ataq. Son zamanlar nədənsə yaman qorxaqlaşmışıq. Biraz sərt giriş olsa da, təəssüf ki, bu belədir. Qorxduğumuz şey isə xəstəliklərdir. Təbii ki, axır vaxtlar yaşadığımız şeyləri nəzərə alanda qorxaqlaşmağımıza bir yerdə haqq vermək olar. Sözü gedən son zamanlardakı infeksiyalar və yaxud da hər gün çıxan saysız-hesabsız xəstəliklər haqqında informasiyalar. Bu danılmazdır. Xəstəliklər var və onlar insan orqanizmində hədəf alırlar. Fəqət hər xəstəlik durumu heç də şişirdiləcək, qorxulacaq qədər dramatik deyil əslində. Daha doğrusu, bizim orqanizmimizin ona verdiyi cavab dramatik dərəcədə qorxulu deyil. Əksinə, çox alqışlanacaq möhtəşəm bir səviyyədədir. Bəs nəyi nəzərdə tuturam? Məsələn, hər hansısa bir infeksiya olsun, qrip infeksiyası, soyuqlanma, yaxud da müxtəlif dəri zədələnmələri, hər hansısa bir xəstəlik. Sözü gedən xəstəlik xroniki, illərlə davam edən ağır xəstəlik deyil təbii ki. Mən burada arterial hipertoniya, yəni təzyiq, yaxud da şəkərli diabet, yaxud da illərlə davam edən oynaq xəstəliklərini nəzərdə tutmuram. Mənim burada nəzərdə tutduğum qısa bir vədədə ortaya çıxan hər hansısa bir vəziyyət dəyişikliyidir. Sağlam vəziyyətdən müvəqqəti olaraq xəstəliyə keçdiyimiz dönəmdir. Bu dönəmlərdə isə həddən artıq çox qorxmağa başlayırıq. Həmən həkim axtaraq, çoxlu dərmanlar qəbul eləyək, ümidimizi bir tabletkaya, ümidimizi bir sistemə bağlayırıq və düşünürük ki, çox çətin durumdayıq və bizi sadəcə bu şeylər xilas edə bilər. Təbii ki, dərmanların, sistemlərin və ən əsası da həkimlərin cəmiyyətimizdəki rolunu danmaq olmaz. Və bundan əlavə bir şeyi də xatırlatmaq istərdim. Biz əslində çox möhtəşəm bir sistemə malik olaraq yaradılmışıq. Bu bizim immun sistemimizdir. İmmun sistem həddən artıq güclü bir sistemdir. Təsəvvür edin, anadan olduğunuz anda tamamilə safsınız. Daha doğrusu %100 saf deyilsiniz, amma %99 safsınız. Safdan nəzərdə tutduğum xarici mühitin təsirlərinə hələ ki məruz qalmamış bir orqanizminiz var. Və irəlilədikcə zaman, yaş ötdükcə, aylar, günlər ötdükcə hər gün xarici mühitlə təmasda olduğunuz müddətcə orqanizm yeni bir şeylər öyrənir. Yeni bakteriyalar öyrənir, yeni viruslar öyrənir. Uşaq vaxtı tez-tez xəstələnirik, uşaq vaxtı tez-tez qızdırmalar olur, fərqli situasiyalar, məsələn, sarılıq olur uşaqlarda, yeni doğulmuşlarda, yaxud da körpə uşaqlarda daha şiddətli qızdırmalar özünü göstərir. Bütün bunlar boşuna deyil. Bütün bunlar narahat olunacaq durumlar